Siyasi şərhçi Kənan Novruzov deyir ki, İstanbul danışıqları ərəfəsində belə bir əməliyyatın keçirilməsi müəyyən dairələr üzrə gözləniləndir. Amma bu əməliyyatın Kiyevə hansısa diplomatik üstünlük qazandırmasından çox destruktiv xarakter daşıdığı görünür. Bu danışıqlar mühitinə neqativ təsir edir. Əməliyyatın arxasında Avropa ölkələrinin dayanmasını və ya onlardan birinin dəstəyi ilə həyata keçiriləcəyini istisna etmirəm. Çünki Avropa Birləşmiş Ştatlardan fərqli olaraq bu müharibənin yaxın vaxtlarda başa çatmasını istəmir. Avropa paytaxtlarında hesab eləyirlər ki, müharibə bitsə və Rusiya toparlansa, bu onlar üçün daha da böyük təhlükəyə çevrilə bilər. Əlbəttə, Ukraynanın bu addımı danışıqların pozitiv nəticə vermə ehtimalını azaldır. Rusiya istəməsə də hücuma adekvat cavab verməli olacaq. Əks halda həm ölkə daxilində, həm də beynəlxalq miqyasda imicinə ağır zərbə dəyə bilər. Beləliklə, əvvəldə qeyd etdiyimiz kimi bu cür əməliyyatlar müharibənin genişlənməsi ehtimalını artırır, bitməsi ehtimalını isə bir qədər uzaqlaşdırır deyə Kənan Novruzov qeyd edib. Bildirək ki, Ukrayna ordusunun Rusiyanın strateji bombardımançılarının yerləşdiyi aerodromlara hücumları nəticəsində qanadlı raket daşıyan təyyarələrin 34%-nin sıradan çıxdığı bildirilir. Prezident Volodimir Zelenski bu əməliyyata əvvəlcədən ciddi hazırlıq görüldüyünü, hücumların Rusiya daxilində yerləşdirilən şəxslər vasitəsilə həyata keçirildiyini və həmin şəxslərin tapşırığın icrasından sonra ölkəyə geri qayıtdıqlarını da açıqlayıb.